Salam, bugün sizə Faberlik marketing haqqında, Faberlikin qazanc planı haqqında məlumat verəcəm. Onu keçməmişdən əvvəl özüm haqqında biraz qısaca da olsa məlumat vermək istəyirəm sizə. 3 ildir artıq network sahəsində çalışıram və Faberlik şirkətində də 3 ildir fəaliyyət göstərirəm. Bəli, Faberlik mənim ilk şirkətim olub. Lakin bunu bilərək, özüm araşdıraraq seçmişəm. Nəyə görə məhz bu şirkətdə çalışmağa başladım? Onu mən qazanc planını sizə, marketing planını izah eləyəndən sonra özünüz də anlayacaqsınız. Nəyə görə sırf bu şirkət? Əslində ilk şirkətim Faberlik olsa da mən bura qatılmamışdan əvvəl təbii ki, hər kəs kimi mənə də təkliflər gəlirdi, iş təklifləri. Lakin hər zaman bu şirkətləri kataloq və satış 100, 200, maksimum 300 qazanclı bir iş kimi tanıdığım üçün razı olmurdum. Heç qulaq asmırdım. Nədir, nə deyil, belə deyim. Analıq məzuniyyətində mənə belə bir təklif gəldikdə sadəcə olaraq qərar verdim, qulaq asım, baxım nədir, nə deyil və araşdırdıqdan sonra anladım ki, network sektorunda, ümumiyyətlə onlayn işlərdə ən çox qazandıran sistemlərdən biridir və şirkətləri də təbii ki, araşdırdıqdan sonra qərar verdim bu şirkətdə çalışmağa. Sıfırdan başlamışdım. Heç bir komanda, heç bir təcrübə. Sadəcə tək bildiyim bir şey var idi ki, burada qazanc var. Burada böyük pullar var, burada böyük qazanclar var və başladım öyrənməyə. Təbii ki, ətrafda negativlər, boş şeydi deyənlər, bunlar çox idi. Lakin mən burada qazanan insanları görürdüm, onların qazanclarını görürdüm və mənə ətrafımda boş şeydi deyənləri yox, təbii ki, o insanlara baxaraq, o insanlar kimi burada mən də qazanacam deyərək bu işə başladım. Dediyim kimi, sıfırdan başladım. İlk qazancım 20 neçə ya 32 man, belə bir məbləğ idi, tam yadımda deyil. Burada gördüyünüz qazanclara pillə-pillə, addım-addım gəlmişəm. Dediyim kimi, sıfırdan başlamışam. Ona görə də, yəni mən, digər xanımlar, burada qazanan insanlar sıfırdan burada uğurlu ola biliblərsə, qazana biliblərsə, həmişə deyirəm, siz də özünüzə əmin olmalısınız ki, siz də bunu eləyəcəksiniz. Bir il ərzində 3 dənə rütbəmi açdım. Direktor, baş direktor, gümüş direktor statusu. Türkiyə ilə, digər ölkələrlə çalışmağa başladım. Türkiyədə direktorlarım yetişdi. Baş direktor, qızıl direktor, Azərbaycandan 7 ay direktor, Moskvadan, Türkmenistandan direktor. Yəni bu nəticələrə mən sıfırdan bir il ərzində gəlib çata bildim. Yəni tək mən yox, burada komandamda, digər xanımlar da, digər bizə qoşulub qazanmaq istəyən xanımlar da artıq öz qazanclarını buradan əldə etməyə başladılar. Həqiqətən də bu şirkət demək olar ki, sadəcə qazandırmır, bütün həyatımızı dəyişəcək fürsətlər bizə verir, dəyişəcək qazanclar verir və hal-hazırda da sizə o qazancları izah eləyəcəm. Burada nələr qazana bilərsiniz? Faberlik marketingini, Faberlikdə olan qazancları, imkanları, nəyə görə bu şirkəti seçməlisiniz, burada olmalısınız? Bunları sizə izah eləyəcəm. Faberlik şirkətinin marketing planı çox genişdir, qazanc planı çox böyükdür. Burada tabloda gördüyünüz kimi bunlar direktor rütbəsini açmaq üçün ilk pillələrimizdir. 7 pilləni keçmək lazımdır direktor rütbəsinə çıxmaq üçün. Amma burada qol şərti yoxdur. Yəni mütləq qazanc almaq üçün 3 qol eləməlisiniz. 3 qol şərti və yaxud da 2 qolla bərabərlik şərti. Bunlar yoxdur. Tam sərbəst şəkildə 2 qolla siz bu rütbəni gəlib aça bilərsiniz. 3, 6, 9, 12, 15, 19 və 23%. Və qazancı əldə eləmək üçün direktor rütbəsini gözləməyə ehtiyac yoxdur. İlk pillədən 3%-dən artıq siz qazancı əldə etməyə başlayırsınız. 15%-dən artıq kartla gəlirinizi ala bilərsiniz. O vaxta kimi də hesabınız olacaq. Şirkətin saytı, hesabı və oradan öz qazancınızı əldə edəcəksiniz. Həmçinin də sifarişlərinizdə istifadə edə bilərsiniz. Və hər zaman Faberlik şirkəti haqqında insanlara deyilən bir şey var. Faberlik şirkətində ballar ucuzdur, az bal verir. Mən burada sizə bal sistemimizi göstərirəm. Yəni Faberlik şirkətində direktor rütbəsi açmaq üçün 7500 bal, 10000 bal, 20000 bal lazım deyil. Burada sadəcə 3000 bal lazımdır. Və onu sizə deyən insanlar bunu qeyd eləmir. Sadəcə olaraq az bal verir. Və bir şeydə diqqət yetirməyinizi istəyirəm. Baxın, burada 5000 balla biz 600 çeşid məhsul əldə edirik. Yəni, insanlar bir şey fikir vermirlər ki, mən 30 manata 3 dənə məhsul alacam. Yaxşı, bal çox verdi, amma mən burada büdcəmə də qənaət eləməmiş oluram. Bir məhsul daha baha alıram. 30 manata sadəcə 3 məhsulu əldə edirəm. Amma Faberlik şirkətində siz, məsəl üçün, 30 manata 10 cür, 15 cür çeşid ala bilərsiniz. Marketdən, mağazadan da münasib qiymətə heç nə itirmirsiniz. Yəni burada sadəcə mağazanızı dəyişib 3000 balla direktor rütbənizi açırsınız. Ona görə burada az bal verir deyəndə siz həmişə 3000 balla direktor statusunuzu yadınızda saxlayın və 3000 bal 5000 manatla nə qədər məhsul buradan əldə edə bilərsiniz, nə qədər çeşid məhsul əldə edə bilərsiniz.
bilməlisiniz. Ən əsası da 3000 balla direktor statusu aça biləcəyinizi bilməlisiniz. Direktor rütbəsində də siz nəinki qazanc, yəni maaş, 3 həftədən bir maaş alırsınız. Ondan əlavə olaraq da bu gördüyünüz rütbə böyüdükcə bu gördüyünüz qazancları əldə edəcəksiniz. 1500 manatdan başlayan mükafatlar 1 milyon 500 min manata kimi bu mükafatları təsəvvür edin. Yəni bir iş tapmısınız, bir fürsətli, bir şanslı qabağınıza çıxıb və bu işdə həm 3 həftədən bir gəlir, qazanc, yəni maaşınız olur rəsmi şəkildə. Ondan əlavə də şirkət sizə kvalifikasiya bonusları, hər rütbəyə görə bu bonusları verir. Demək, direktor rütbəsini açdınız və bu rütbəni 8 dəfə təsdiqlədiyiniz zaman maaşdan əlavə olaraq 1500 manat da əlavə sizə bonus verəcək, mükafat verəcək və yaxud da gəldiniz oldunuz direktor, sonra baş direktor, sonra gümüş. Bu gördüyünüz mükafatlar burada üst-üstə gəlir, yüklənir. Yəni həm direktor rütbəsinə görə alacaqsınız, həm baş direktor, həm gümüş direktor. 3 rütbənin premiyası da, mükafatı da, üçünü də birlikdə alacaqsınız. İndi isə sizə sürətli start bonusundan danışım. Bu digər slayda izah elədiyim kvalifikasiya, mükafatları aldığınız zaman siz bunları əgər çalışmağa başladınız 6 ay ərzində, yəni 9 katalog ərzində sürətli bir şəkildə statuslarınızı, rütbələrinizi açdığınız zaman 2 qat alırsınız. Yəni təsəvvür edin, 1500 almırsınız, 3000 alırsınız. 2250 almırsınız, baş direktorda 2 qatını alırsınız və digərlər 2 qat 5 ay ərzində sürətli bonusları 10.000 manata qədər sürətli bonus ala bilərsiniz. Maaş alırsınız. Üstəlik gəlirinizdən də əlavə 10.000 manat 5 ay ərzində sadəcə olaraq bonuslar, mükafatlar alırsınız. Təsəvvür edirsiniz nə qədər böyük qazanclar, nə qədər yüksək gəlirlər var bu işdə. İnkişaf bonusumuz heç bir şirkətdə olmayan bonus. Yalnız Fabirli şirkətində var və brilliant statusu, brilliant direktor statusundan artıq hər kəs bu bonusu ala bilər. Bu bonus nədir? Demək, siz aldığınız öz mükafatlarınızı alırsınız. Həmçinin komandanızda da artıq direktorlar yetişir bu statusa gəldiyiniz zaman brilliant statusuna. Mən sizə indi təxmini deyim, bu 15.000, 20.000 bizdən, bizim nastavnikimiz, yuxarıda olan direktor, brilliant statusunda olan xanım 44.000. Bir il ərzində bir dəfə verilir bu inkişaf bonusu. Yəni onlar mükafatlar alır, onların da aldığı mükafatlarının 30%-ni siz alırsınız. Yəni bu böyük rəqəmlərdir. Və 44.000 manat sadəcə olaraq inkişaf bonusu alıb. Yəni siz burada yenə deyirəm, maaşınızı, sürətli start, kvalifikasiya bonuslar, bunlar hamısını alandan sonra ildə bir dəfə də inkişaf bonusunu alırsınız. Yüksək məbləğdə. Bir bonusu götürüb özünüzə maşın ala bilərsiniz, ilkin ödəniş ev ala bilərsiniz. Yəni həqiqətən də xanımlar, sadəcə qazanc deyil, həyatınızı dəyişəcək qazanclar var burada. Analıq bonusu da yalnız Fabirli şirkətinə məxsus bir bonusdur. Bu bonusu almaq üçün 15% rütbənizi açmalısınız, vitse-direktor statusu və 8 katalogda bunu təsdiqləyəndən sonra artıq uşağa görə, yeni doğulmuş uşağınıza görə analıq bonusu alırsınız. Bir uşağa görə 50 manat, 2 uşağa görə 100 manat. Yəni məsəl üçün sizin Fabirli şirkətində çalışdığınız zaman ikinci övladınız dünyaya gəlir. Həm sizə evdə olan birinci uşağınıza görə, həm də 2 uşağa görə də siz analıq bonusu, bir il ərzində verilir bu analıq bonusu. Hər ay hesabınıza, kartınıza oturur. Kart varsa təbii ki kartınıza oturur. Yox, sadəcə olaraq hesabdan götürmək istəyirsə, öz sizin hesabınıza bu məbləğ oturur. Və bu da çox gözəl bir fürsətdir. Bu şəkildə gördüyünüz kimi bu mənim ilk Fabirli şirkəti ilə müqamiləmdir. Bəzi xanımlar deyir, uşağım var, vaxtım yoxdur, uşaqla bacarmıram. İnanın ki, bu iş uşağınızın gözəl gələcəyi verə bilməyiniz üçün çox gözəl fürsətdir. Mən körpə uşaqla başlamışam bu işə və uşağımla gedib orada qol çəkmişəm rəsmi şəkildə artıq o vaxtları, o 2 il əvvəlki şəkildə də mən təzə burada ilk maaşımı artıq direktor rütbəsini açıb ilk dəfə rəsmi şəkildə qol çəkmişdim ki, mən artıq direktoram və artıq burada rəsmi şəkildə kartla maaş almaq istəyirəm. Yəni mən burada pillə-pillə o yerlərə gəlib çıxmışam. Bu bütün mükafatlardan, qazanclardan, maaşlar, gəlirlərdən əlavə də siz Fabirli şirkətində artıq 15%-ə çıxandan sonra, 15% açandan sonra o rütbəni məntəqə aça bilərsiniz. Bu məcburi deyil, kim istəyirsə təbii ki, və bu məntəqəyə nəinki sizin komandanız, digər komandalardan da kimin evinə yaxındırsa bu məntəqə, ora sifarişlər yerləşdirir və bu sifarişlərdən də siz gəlir əldə edirsiniz. Məntəqənin gəliri, ofisin gəliri, əlavə maaş, gəlir, qazanc, əlavə olaraq da buradan siz gəlir əldə edirsiniz. Öz mağazanız, öz ofisiniz olur. Yəni bu da çox böyük üstünlüklərdir. Azərbaycanda demək olar ki, ancaq bu şirkətdə belə bir qayda var, belə bir imkan var. Ona görə bu imkandan da yararlana bilərsiniz. Həm burada çalışan xanımlara daha rahatdır məhsulu götürmək, ödənişini eləmək, həm də ki, buradan da biz qazanc əldə etmiş oluruq.
Və gəlin biraz da məhsul çeşidi barəsində, məhsul barəsində məlumat verim sizə. Baxın, bir şirkətdə çalışırsınızsa, məhsul çeşidi, məhsul qiyməti, məhsul çox vacibdir. Ümumiyyətlə, onlayn işlərdə, network marketinqdə, firmanı seçəndə ilk növbədə məhsula fikir verin. Çünki siz bura daimi işləmək üçün, həmişəlik bir qazanc üçün gəlmişsiniz. Hər zaman burada rəsmi şəkildə qazanmaq üçün gəlmirsinizsə, yalnız özünü düşünməməlisiniz. Məsəl üçün, ancaq kosmetika şirkətində yalnız hər ay maaşı çıxsaz belə 100 manatlıq kosmetika almaq, 100 manatlıq ancaq parfümeriya almaq və yaxud dərman almaq biraz çətin gəlir insana. Hər zaman da satış olmur. Tем более satışsız çalışmaq istəyirsinizsə, Fabirli şirkətində olan çeşid heç bir yerdə yoxdur. Özünüzə lazım olan kosmetika da var, ev məhsulları da var, hətta belə deyim də qazan, geyim, corab, hər şeydə, yəni hər şey burada kateqoriyalarda görürsünüz. Yəni çeşid boldur və ona görə burada sadəcə öz ehtiyaclarımızı alaraq rahat şəkildə aylıq dövriyyəmizi edə bilərik. Və ən önəmlisi də məhsulların qiyməti marketlərdən, mağazalardan belə münasibdir. Münasib qiymət, geniş çeşid komandanızın burada sizinlə axıra kimi getməyinizə, yəni sizə dəstək olacaq. Çünki gəlib bir-iki qatalı kosmetika alıb, parfümeriya alıb, dərman alıb, sonra çətin olur insanlara onu hər ay etmək o dövriyyəni. Amma Fabirli şirkətində elə deyil. Dediyim kimi çeşid bol, qiymət münasib. Rahat şəkildə sizdə, sizin komandanızda maaşı çıxandan sonra belə bunları əldə etmiş olacaqsınız. Və bundan əlavə də Fabirli şirkətində var virtual ballar. Bunu çox insan bilmir. Məsəl üçün deyirəm, belə bir hal olmur, amma siz gəlir əldə edirsiniz, artıq direktorsınuz və bu ay istəmirsiniz işini almaq. Sadəcə 44 manat verib öz 50 balınızı tamamlaya bilirsiniz. Burada göstərirəm 25 balı 22 manatla tamamlaya bilirsiniz. 8 manat 80 qəpik ilə 9 manat belə 10 balınızı tamamlaya bilirsiniz. 40 manatlıq məhsul aldınız öz evinizə. 10 balınız çatmır. Onu virtual bal kimi, yəni təlimlər verir sizə şirkət. O təlimlər əsasında da həm də bal verir sizə. Yəni həm balınızı tamamlamış olursunuz, həm də ki təlim götürürsünüz şirkətdən. Bu da çox rahat bir şeydir. Yəni bu da digər şirkətlərdə yoxdur, yalnız Fabirli şirkətində var. Fabirli şirkətinin addım hədiyyələri, bununla bağlı ayrıca video var, video məlumat var sizə göndəriləcək. Gördüyünüz kimi burada 5 addımımız var və bu 5 addımı, birinci hədiyyəmiz hər katalog, hər qoşulduğunuz ay fərqli olur, sürpriz hədiyyə olur və bunu sadəcə 3 qəpik əldə etmiş olursunuz. Yəni burada yenə deyirəm, heç nə itirmirsiniz, həm endirim qazanırsınız. Qeydiyyatdan keçən kimi 20% endirimlə başlayır sifarişləriniz və bundan əlavə olaraq da sizə şirkət hədiyyə verir. Sadəcə 3 qəpiyə hədiyyə verir və 2, 3, 4, 5-ci də addımlar, start proqramı addımları. Şərtlər dediyim kimi ayrıca videomuz var. Orada siz aydın şəkildə o şərtlərlə də tanış ola bilərsiniz. Yəni bu da ayrıca bir sizin üçün sərfəli belə deyim, bir imkan. Marketinq plan haqqında sizə deyəcəklərim bu qədər. Desəz ki, bu işin sirri varmı, qazanmaq üçün bir sir varmı? Xeyr, xanımlar. Qazanmaq üçün məqsədli olmalısınız. Qazanmaq üçün disiplinli şəkildə hər gün çalışmalısınız. Yəni motivasiya lazımdır mənə bu işdə. Motivasiya sizə belə deyim də kömək etməyəcək. Hər gün planlı şəkildə çalışsanız burada, mənim kimi, baxın, sıfırdan, mənim və digər qazanan xanımlar kimi sıfırdan başlayaraq bu işdə öyrənib, bizim dediyimiz, bizim verdiyimiz sistemlə çalışsanız, burada sizə izah elədiyim bütün qazançları siz də əldə edəcəksiniz. Yenə deyirəm, bu fürsətdir, bu şansdır, sizin qabağınıza çıxıb, bunu mütləq dəyərləndirin. Sizdən çox şey asılıdır. Bu şansı dəyərləndirsəz, bütün həyatınızı, öz həyatınızı, ailənizin həyatınızı, uşaqlarınızın həyatınızı dəyişə bilərsiniz.